Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. May ayı üçün sizlərin hər birinizə aid olan bürcləri sizlərə paylaşmaq istəyirəm. Səhifəni takib etməyi və bəyənməyi, hər hansısa bir suallarınız varsa onları yazmağı unutmayın. May ayı üçün qoç bürcləri. Görək may ayı üçün qoç bürclərini nə gözləyir? İnşallah xeyir xəbərləri olur. May ayı üçün birinci həftənin koç bürclərində bəzi xoşagəlməz hallar olacaq, narahatçılıqlar, xəstəliyi olanlarda problemləri olacaq. Bəzi insanların özlərini təhlükələrdən qorumağı lazımdır, hökmən lazımdır. İlkin həftəsində karma koç bürcləri üçün şeytan əməllərində güclü təsir edəcək. İşlərində uğursuzluqlar olacaq, amma ikinci, üçüncü həftəsindən ayın sonuna qədər çox gözəl uğurlar, nailiyyətlər, tələbələrin sevincləri, tələbələr üçün, ən belə savadsız tələbə üçün uğurlu bir addımlar olacaq. İş adamları, biznesmenlər üçün uğurlu müqavilələr olacaq. İşdə yüksəlmək istəyənlər üçün işdə yüksəlişlər olacaq. Heç bir yerdən gözləmədikləri halda pul olacaq, pensionerlərin pulundan uğur və xeyir gətiriləcək, gələcək, görəcəklər. Evladı olmayanlara Allah tərəfindən müjdə olacaq, sevinci olacaq. Hər kəsdə, qızım, gözlə. Hər kəsdə uğur və sevinci olacaq. Görün, məmnunam da sizin bütün negativləri götürür. Üstünüzdə olan Allahın izni ilə ən uğurlu günləriniz, ikinci, üçüncü günlər, dördüncü günlər sizin üçün uğur gətirən günlərdir. Ən uğurlu rəqəmləriniz 7 rəqəmidir. Ən uğurlu həftənizdə ikinci həftəsindən 3-4-cü həftələr sizin üçün uğurlu həftələr olacaq. Birinci həftəsində olan bütün negativləri bunu da unudacaqsınız. Allahdan arzu edirəm ki, hər birinizə gözəl günlər nəsibliyində olsun. May ayı üçün boğa bürcləri. Görək boğa bürclərini nə gözləyir? İnşallah Allahın izni ilə ən böyük olan Allah hər bir bürcləri sevindirdiyi kimi sevindirsin və boğa bürclərini də sevindirəcək. Mən deyərdim ki, bu ilin sonuna qədər boğa bürclərini, nəinki bu həftə, bu ay ayında, may ayında, ilin sonuna qədər boğa bürclərində çox gözəl günlər, çox gözəl sevinclər olacaq. Bütün problemlərin heç olmasa 75-80%-ni onlar həll edəcəklər. Kredit borclarında olanlara xoş xəbər olacaq, müəyyən miqdarında silinmədir, nədir, belə bir xəbər olacaq və çoxsu borclarını, ən yüksək belə borcu olanların belə borcunu ödəyəcəklər. İlkin həftəsindən narahatçılıq, o cüzi olsa da o cüzi bir narahatçılıq olacaq. Bununla da keçəcək hər bir şey. Boğa bürcləri uzaq yola çıxmaq istəyənlər, yaxın yola çıxmaq istəyənlər, hər hansısa bir işlə və yaxud da gəzməklə çıxmaq istəyənlər üçün çox uğurludur, çox gözəldir. İkinci həftənin ilk başından boğa bürclərində bəzi insanlar, intihara meyilli insanlar, yəni səbirli olun, çünki intiharı düşünməyin. Sizin 3-cü həftəsindən 4-cü həftəsinə kimi və ilin sonuna qədər çox uğurlu, gözəl bir günlər bağlayır. Küsmüş sevgililər barışacaqlar, küsmüş ailələr, даже boşanmaya gedən, məhkəməyə gedən ailələrdə barışıqlarım olacaq. Boğa bürclərində etik axtaran insanlar etiklərini belə tapacaqlar. Boğa bürclərində olanlar böyük bir nailiyyətlərə imza atacaqlar. Ailə həyatı qurmaq üçün ən uğurlu may ayı onlar üçün düşərlidir. Yeni
evlilik addımlarını atanlar üçün uğuru düşəridir. Tələbələr sevinəcəklər. Evini sata bilməyən, çoxdan evə satmaq istəyən və yaxud da yeni ev almaq istəyənlər üçün müjdəli xəbərləri olacaq. Ən düşəri həftəviz günümüz ayın 4-üdür. 4-ündən başqa günlərimiz də düşəridir, amma ən düşəri günümüz ayın 4-üdür. Düşərsiz gününüz ayın 12-sidir. 12-sində biraz ehtiyatlı olun. Bütün boğa bürclərinə, istər qadın, istər kişilərə aiddir bu. İş imzaları atmaq istəyən insanlar həftənin ilk günündə məsləhət görməzdim. Yəni birinci günündə hər hansısa bir müqaviləyə imza atmağı saxlasınlar. Qalan bütün günlərində 6-cı günümə qədər imzalarını ata bilərlər. Onda daha da uğurlu olacaq, sevinəcəklər və evlilik üçün dediyim həftə düşəri rəqəminiz 9 rəqəmidir. İndi isə may ayı üçün əkizlər bürcü. Hərdən xəyal olan əkizlərimin ümidvaram ki, may ayında eyni qərarın üstündə durarlar və eyni qərarı qəbul edərlər. Həm uğurları bolalar inşallah. Getdik. Əziz əkizlər, sizi Allah tərəfindən yolunuzda işıq var, amma bəzi əkizlər bürcü fikirlərini tez dəyişdirməklə, tez-tez fikir dəyişkənliyi onların xeyrinə deyil, onların ziyanınadır. Əkizlər bürcünə istər qadın, istər kişilərinə məsləhətində görərdim ki, etdiyiniz səhvlərə və etdiyiniz günahlara üzr istəmək, etiraf etmək bu böyüklükdəndir. Etirafınızı edin ki, yolunuza düşən Allahı işıq sizi üçün yol versin. Əkizlər bürcünün iş adamlarının arxasından çox danışılır. Əkizlər bürcündən bəzi insanlar, qadın və kişilərə aiddir. Ticarət işində olanlara biraz ehtiyatlı olun. Şər xətaya düşə bilərsiniz. Polisə düşə bilərsiniz. Bəzi dokumentasiya olan əkizlər bürcünün işlərində uğursuzluğunda olacaq və xəstə olan əkizlər bürcündən xəbərlər gələcək. Yaşlı və cavan nəsildən yollarda biraz ehtiyatında olun. 22-si rəqəmi sizi üçün düşərsiz, çox düşərsiz rəqəmidir. 7-si, 8-i, 9-u uğurlu rəqəmlərimizdir. 5-i rəqəmində sizə karmanın açığı dualarınızı etməyi, 4-5 arasında dua etməyi, Allahdan kömək istəməyinizi, bütün arzularınızı, yaxşı niyyətlərinizin hasil olmağını istəməyinizdir. Əkizlər bürcündə iş adamlarının xeyrində uğursuzluqları olacaq, müqavilələrində gözlənilmədən müqavilənin ləğv olunması olacaq, iş adamlarında işindən getməsi olacaq. Müəllimələr ehtiyatlı olun, valideynlər tərəfdən şərə düşə biləcəksiniz. Tələbələr uğurunuz var. Yeni mən belə baxıram ki, əkizlərdə, tələbələrdə uğur görsənir. Sevgililərdən bəziləri ayrılacaq. Xahiş eləyirəm, qarğış edəndə də bunu eşidib, fikirləşin ki, Allah hər şeyi eşidəndir. Yəni, nə çıxır, mən nəyi görürəm, onu deyirəm. Allahın izni ilə hər bir şey Allahın əlindədir, hökm verən də, yazan da, pozan da, geriyə çevirən də Allahdır. Bugünkü gündə gördüyüm, yəni bunlar da əkizlər bürcü, hər birinizə uğur diləyirəm. Biraz beynimizdə yalnız bir qərar verməyi düşünün, bir qərarın üstündə durun ki, uğurlarınız bol olsun.